Yəhudi hüququ da qadınlara qarşı çox sərtdir. Və nə qədər evlilik dışı cinsiyyət ilişkiyə girən erkəklər də cəza riski olsa belə, bu əsla heç bir zaman qadınla eyni dərəcədə deyildi. Bu eyni dərəcədə cəza sayılmazdı. Evli yəhudi kişilərə başqa qadınlarla cinsəl əlaqəyə girməsin deyə qanun bir gözdağı verirdi. Amma dediyim kimi də yenə eşləri ilə eyni dərəcədə cəzalandırılmırdılar. Və antik dövrdə İbrani toplumunda fuhuş yaygın idi. Ayrıca erkəklərin birdən çox qadına sahib olma haqqı var idi, evlənmə haqqı var idi. Hətta metrəsə, fahişəyə də sahib olma haqqları var idi. Buna icazə verirdi. Yaxın Şərqdə evlilikdən kənar ilişki yaşayan qadınlar ya ölüm cəzası alırdılar, ya da öncə acı çəkdirilirdilər, əzab verirdilər, sonra öldürülürdülər. Və bu cəzalar heç vaxt mühakimə olunmurdular, sorğulanmırdılar və burada əsl məsələ, hüquqi məsələ burada nə idi? Cəzanın nə vaxt yerinə yetiriləcəyi və kim tərəfindən tətbiq ediləcəyi idi.